uşaqdır. Qızı şəklində vermişdi buna. Gəldi ki, mama, anam niyə üçün, mən çox xoşum gəlirdir o qızdan. Buna alardı mən. Bizdə onda 2 otaq var idi. İndi oldu 3, Siyavuşdadır biri. Hə, dedim, ha, nə yaxşı, ay Siyavuş. Mən də gəlin gedəndə bu Krupskada, köhnə məhəllə deyirlər də, Mirzağa Əliyevlə keçişən küçədir. Ora gəlin heç baxmamışlar ki, nə evi var da, bu Siyavuşda gildə kasıb oğlan idi. 2 dənə otağı idi orada, ikisi də dalana çıxırdı. Su da bayırda dalanda idi, oşum hamısı... Hər şey çöldə idi. Hər çöldə idi, evdə bir 15 kvadrat metr bir otaqdır, 15 də bir. Birində anası atası olurdu, bacısı, qardaşı. Birində də mənə verdilər. Deməli, biz oradan köçəndə Siyavuşa 2 otaq verdilər 8 kilometrdə. Elə oldu, oşum biz köçdük oradan. İş onda deyir. Axı bu otaq oğula çatır da, düzdür. Dedim, ay Siyavuş, sənə çatır da, otaq boş qalıb biri. Gəl Çingizi evləndirək, aparaq ora. Allah qoysa, haşam bizim